Qoç bürcü. Ətrafındakı insanların məsuliyyətsizliyi ucbatından gecikmələr olur və bu da səni əsəbi, sərt, kəskin edir. Özünü biraz yumşalt, yoxsa tükənməyə çox az qalıb. Özünü düşün, bərpa olunmaq üçün sakitliyi hər şeydən üstün tut. Günün ümumi enerjisi. Bugün bacarıq mübadiləsi və öyrənmək-öyrətmək mövzularında çox uğurludur. Yaxın zamanda yaxşı xəbər almağın mümkündür. Çətin işlərə fokuslanmaq üçün ideal vaxtdır. Zəhmətinə görə özünlə qürur duyacaqsan. Eşq həyatı. Bir dostunun sənin varlığına ehtiyacı var, amma bugün tam vaxt ayıra bilmirsən. Özünü buna görə sıxma. Sən onsuz da həmişə daha çox etməyə çalışırsan. Heç olmasa zəng et. Bir neçə sözlə belə onun ruhunu qaldıra bilərsən. Münasibətdə olanlar üçün. Partnyorun bəzi şeylərdən giləylənir və sən bunu tam anlamırsan. Sərt reaksiya vermə. Sadəcə dinlə və nəyi demək istədiyini başa düşməyə çalış. Sonra mövzunu uzatmadan yoluna qoy. Yumor hissini qorusan, xırda narazılıqları rahatlıqla yumşalda biləcəksən. Subaylar üçün. Səbirsizliklə gözlədiyin bir planın var idi. Kiçik bir əngəl çıxsa, böyütmə. Tezliklə uyğun bir çıxış yolu tapacaqsan. Hətta sonda bu vəziyyət sənə müəyyən fayda da gətirə bilər. Maliyyə axışı. Hesab kitabını qaydaya salmaq vaxtıdır. Xırda səhvlər olsa belə, düzəltdikcə özünü daha rahat hiss edəcəksən. Bütün enerjini bu mövzuya versən, günün sonunda özündən razı qalacaqsan. Boş dayanma, maliyyəni ciddi şəkildə gözdən keçir. İş həyatı. İrəli getməyin açarı, yaxşı münasibətlər və düzgün ünsiyyətdir. Amma hazırda qarşı tərəfi inandırmaq üçün arqumentlərin az kimi görünür. Xüsusən satış, ticarət sahəsindəsənsə, bu çətinlik yarada bilər. Biraz əlavə hazırlıq et və özünü daha güclü təqdim elə. Asudə vaxtı. Özünü toparla və hərəkətə keç. Təmiz havada gəzinti et, yüngül idman elə. İmkan varsa, özünə qısa istirahət də ver. Yoga ilə tanışlıq, nəfəs məşqləri və ya sadə bir rahatlama seansı belə sənə çox yaxşı təsir edər. Buğa bürcü. Səni sevindirən xoş xəbərlər alırsan. Nikbinlik yenilənir və sənə uğur gətirir. Amma fikirlərin çox sürətlə axırsa, biraz yavaşıt. Çox yüklənmək yaxındadır. Dərin nəfəs al, özünə fasilə ver. Günün enerjisi. Həvəsin sayəsində yaxınlarını asanlıqla ruhlandıra biləcəksən. Yaxşı əhvalını onlarla paylaş. Bugün birlikdə plan qurmaq üçün çox uyğundur. Gəzinti planlaşdırmaq, ortaq bir işə başlamaq, yeni maraqlar kəşf etmək və sadəcə gözəl vaxt keçirmək üçün ideal gündür. Sevgi həyatı. Sevgidə daha çox hərəkəti seçirsən. Vaxtını sevdiklərinin və partnyorunun qrafikinə uyğunlaşdırırsan. Romantik məqsədlərin tez reallaşır. Sənin üçün biraz çılğın və iddialı planlar daha maraqlıdır. Münasibətdə olanlar üçün. Partnyorun nəsə təklif edəcəyi anı əvvəlcədən hiss edirsən. Elə bil, eyni fikirdəsiz. Hətta biri danışmamış, o biri artıq nə baş verdiyini anlayır. Aranızdakı uyğunluq və yaxınlıq həqiqətən heyran edicidir. Subaylar üçün. Yeni bağlar qurursan, yeni bir hekayə səni hazır olmadan başlayır. Səni gözəl bir etiraf gözləyə bilər. Eşitdiklərini bir an belə şübhəyə salmadan dinlə. Bugün ulduzlar sanki səni qoruyur. Pul axışı. Bugün maliyyə işlərində addım atmaq üçün güclü enerji var. Kredit məsələləri və planlı maliyyə işləri üçün yaxşı zamandır. Əgər idxal, ixrac və ya ticarət sahəsinə girməyi düşünürsənsə, şansın da yanında olacaq. İş həyatı. İşdə və ya dərslərdə bəzi insanlar ya da xüsusi vəziyyətlər sənə kömək edir. Kimsə sənə yol göstərə bilər, sənə yeni şeylər öyrədə bilər və gələcək üçün ən doğru istiqaməti göstərər.
Asudə vaxtı. Dostlarla bir birlik yaratmaq ya da ortaq proyekt təşkil etmək istəyirsənsə, indi tam vaxtıdır. Cəsarət et, bir addım at. Bir müddət əvvəl sənə mümkünsüz görünən şeylər indi tam realdır və ediləndir. Əkizlər bürcü. Həvəsin və enerjin ətrafdakılarda heyranlıq yaradır. Etirazlar qarşısında çox möhkəmsən. Sanki heç nə səni bayandıra bilmir. Amma anlayışlı ol. Hamı sənin tempinə çata bilməz. Hər şeydə ifrata varmaqdan uzaq dur. Günün enerjisi. Çətin bir seçim qarşısındasan. Qərarı təkcə emosiyaya görə vermə. Sakit ol, ölçülü davran, balansı qoru. İmkan varsa, qərarı 1-2 gün sonraya saxla. Tələsməkdənsə, səhv etməmək daha yaxşıdır. Sevgi həyatı. Bu hekayədə səni kənarda qoymaq söhbəti yoxdur. Əksinə, partnyorunu da sənin baxdığın istiqamətə baxmağa həvəsləndir. Dostların da planlarına dəstək ola bilər və sənə daha ümidli bir gələcəyin qapılarını aça bilər. Pul axışı. Maliyyə işlərini gücləndirmək və gəliri artırmaq üçün bilikli birindən məsləhət alırsan. Elə buna görə də bürcünə daxil olan uğurlu dövrdən maksimum istifadə et. Sənə lazım olan enerji də var, bacarıq da. Uğur qazanmaq üçün hər şey əlindədir. İş həyatı. Komanda işi varsa, sonadək komanda ruhunu qorumağa çalış. Ən təcili məsələləri həll et. Hər vəziyyətə uyğunlaş. Amma səninlə digərləri arasında gərgin bir hava qalır. Bu da səni narahat edib tarazlığını poza bilər. Asudə vaxtı. Özünü yaxşı formada saxlamaq və əsəblərinə nəzarət etmək üçün sərt davranmaq əvəzinə dialoqa üstünlük ver. Bəzən egoist ya da həddən artıq özünü düşünən impulslarını nəzarətdə saxla. Harmoniya sənə balanslı paylaşımda və qarşılıqlı anlaşmada gələcək. Xərçəng bürcü. Bir qərar verməlisən ya da ətrafındakılara qarşı mövqeyini daha aydın göstərməlisən ki, nəsə dəyişsin. Özünü daha çox ifadə etsən, yüngülləşəcəksən və indiki anın dadını daha rahat çıxaracaqsan. Günün enerjisi. Daxilində müsbət bir tarazlıq yaranır. Emosional olaraq daha stabil olursan. Cəsarətin sayəsində qarşında yeni üfüqlər açılır. Münasibətlərdə də, iş məsələlərində də güclü tərəflərin çoxdur. Onları inamla ortaya qoy. Sevgi həyatı. Qəbul etmək, şərtsiz sevmək deməkdir. İçində elə sevgi dalğaları olur ki, insanları olduğu kimi sevmək istəyirsən. Partnyorun söz konusu olanda isə bu sevgi daha da artır. Münasibətdə olanlar üçün. Ürəyini daha da açırsan. Hətta əsəbi insanları belə anlayışla qarşılayırsan. Çətin vəziyyətləri də etiraz etmədən qəbul edirsən. Bunu etməyin doğru addımdır. Çünki nəticədə sən daha çox qiymətləndirilirsən, sevgi də sənə qat-qat geri qayıdır. Partnyorun sənə elə heyrandı ki, sanki sənsiz yaşaya bilmir. Səndən necə bir enerji yayılır. Subaylar üçün. Özünü daha inamlı və daha xoşbəxt hiss edirsən. Özünə sevməklə özünə böyük yaxşılıq edirsən. Çünki başqasını cəlb etmək üçün əvvəlcə öz-özündən razı olmalısan və bunu ətrafdakılar hiss edir. Hətta göz qoyduğun biri də bunu açıq şəkildə anlayır. Elə bu vaxt gözəl bir birlikdən haqqında düşünməyə başlayırsan. Pul axışı. Bugün uzun müddətdir gözlədiyin ya da artıq ümidini kəsdiyin rəsmi bir təsdiq ala bilərsən. Üstəlik, özünü vazkeçilməz edə biləcəksən. Bu da maliyyə vəziyyətinin yaxşılaşmasına müsbət təsir edəcək. Daha nə istəyəsən? İş həyatı. Razılaşmalar və anlaşmalar gündəmdədir. Bu da görüşləri artırır. Sosial tərəfdaşlarla ünsiyyət həm yaxşı ola bilər, həm də çətinlik gətirə bilər. Ümumilikdə bəzi xırda tələlərdən uzaq dursan, həm işdə, həm də münasibətlərdə hər şey yaxşı gedəcək. Asudə vaxtı. Bugün səma sanki sənin üçün ən vacib sahələrdə inkişafı dəstəkləyir. Ona görə də enerjini mənasız işlərə xərcləmə. Əsas diqqətini ən dərin istəklərinə və hədəflərinə yönəlt. Şir bürcü. Yaxınlarınla qrafikini uyğunlaşdırmaq üçün biraz çox işin olacaq.
Bəzən həddindən artıq düşünməyə meyilli olsan da, tarazlığı qoruyacaqsan. Bunun üçün biraz hava dəyişmək yaxşıdır. Həm sözün əsl mənasında çölə çıx, həm də fikirlərini yüngülləşdir. Günün enerjisi. Davam edən işlərini və sənədlərini qaydaya salırsan. Səylərini daha konstruktiv şəkildə davam etdirəcəksən. Yeni yeniliklərə asanlıqla uyğunlaşırsan. Daha sürətli irəliləyiş gözlənilir. Sevgi həyatı. Münasibətlərində vacib mövzular gündəmdədir. Vəziyyətin biraz dəyişməsi və dalğalanmalar mümkündür. Bu isə sənə yaxşı fürsət verir. Hərəkətlərinin nəticələrini düşünürsən, gözləntilərini daha aydın müəyyənləşdirirsən. Qarşı tərəfin gözləntilərini də daha yaxşı anlayırsan. Pul axışı. Bugün fikirlərin maliyyə hədəflərinlə üst-üstə düşür. İstədiyin kimi hərəkət etmək üçün lazım olan şəraiti qurmaq sənə asan gələcək. Nikbinliyin layihələrini daha aydın görməyə kömək edəcək və mümkün maneələri rahat aşacaqsan. İş həyatı. Daha yumşaq və barışdırıcı olsan və hər şeyə tələsik girişmək vərdişini azaltsan, görəcəksən ki, qarşındakılar səni mütləq şəkildə çaşdırmaq istəmir. Əksinə, səni daha məntiqli yanaşmağa yönəltməyə çalışırlar. Asudə vaxtı. Demək olar təsadüfən teatr dərslərinə başlaya bilərsən. Bu da dünya görüşünü genişləndirər. İnsanların müxtəlifliyi və həyatın səhnə kimi axışı səni ilhamlandırır. Müsbət hadisələr səni irəli aparır və təsəvvürünü, yaradıcılığını daha da gücləndirir. Qız bürcü. Əyləncə və oyun ab-havası münasibətlərinə rəng qatır. Hər formada oyun və şənlik hissi var. İndi vaxtıdır birlikdə sevdiyiniz məşğuliyyətlərə dalın. Praktik qayğıları bir kənara qoyun və buna görə özünüzü qınamayın. Günün enerjisi. Bu gün başqalarına açılmağa və hədəflərinə çatmaq üçün vəziyyəti hərəkətə gətirməyə hazırsan. Tam yerinə düşüb. Çünki özünü ifadə etməyə cəsarət etsən, fikirlərini rahat çatdıracaqsan. Layihələrini təqdim edəcəksən və müsbət qarşılıq görəcəksən. Sevgi həyatı. Bugün insanlarla görüşürsən və xoşbəxtliyə yer açırsan. Qrafikin dolu olsa belə yaxınların üçün vaxt tapırsan. Əgər əvvəllər bu vaxta görə özünü günahkar hiss edirdinsə, artıq o dövr bitir. Nəhayət içini rahat edirsən. Münasibətdə olanlar üçün. Partnyorun daha ciddi addımlar atır və niyyətini açıq göstərir. Əgər bu gedişi gözləmirdinsə, biraz təəccüblənə bilərsən. Amma aranızda hər şey aydındır və bu dəyişikliklər səni sevindirir. Subaylar üçün. Bugün ulduzlar romantik bir tanışlıq hazırlayır. Başında qarışıqlıq ola bilər, çünki bu yeni vəziyyətə hazır deyilsən. Günün xoş emosiyalarla dolur. İçində ümid verən gözəl hisslər yaranır. Pul axışı. Maliyyə və iş məsələləri üçün müsbət gündür. Danışıqları uğurla yekunlaşdıra bilərsən. Müqavilə imzalaya bilərsən. Ya da sadəcə faydalı bir söhbət edib, gələcəyi daha sabit və güvənli şəkildə planlaya bilərsən. Həm maddi, həm də mənəvi baxımdan. İş həyatı. Rəhbərindən vacib mövzuları tez bir zamanda həll etməyin istənilir. Bu da sənə əlavə motivasiya verir. Müdaxilə edəcəyin sahələri çox düzgün seçirsən. Gözlənilmədən vəziyyət səni hazırlıqsız yaxalamır. Asudə vaxtı. Həyata daha geniş baxmağın sevgi həyatına da müsbət təsir edir. Gün səni formada saxlayır və gözəl fürsətlər gətirir. Özünü ifadə etmək, səsini eşitdirmək, anlaşılmaq və sevilmək üçün çox bərəkətli bir zamandır. Tərəzi bürcü. Qara fikirlərə qapılma. Bu düşüncələr çox vaxt sadəcə sənin iç hisslərindir. Emosiyalarını idarə etsən, məyusluq ümidə çevrilə bilər. Ətrafındakı insanlarla bir məsələni aydınlaşdırmaq da vacibdir. Günün ümumi enerjisi. Münasibətlər sahəsində irəliləyiş var. Yaxşı əhvalın və sadə ünsiyyət qurmağın nəticə verir.
Köhnə vərdişləri kənara qoymaqdan çəkinmirsən. Özünü insanlara tam güvənlə açırsan. Həvəslə yeni tanışlıqlara hazırsan. Sevgi həyatı. Hər kəsin xoşuna gəlirsən. Amma bu, ailəndə baş verənlərə laqeyd qalmaq demək deyil. Yaxın dostlarınla saxladığın bağlar evdə hiss olunan gərginliyi biraz yumşaldır və sənə dayaq olur. Münasibətdə olanlar üçün. Xırdalamaq, müzakirə etmək, dartışmaq, bunlar səni bezdirir. Amma unutma ki, aydın danışıq gələcəkdə yarana biləcək problemin qarşısını alır. Buna görə şikayət etməkdənsə, sakit şəkildə danışıb məsələni yerinə qoymaq daha yaxşıdır. Subaylar üçün. Bugünün havası daha ciddi və düşüncəli görünür. Ona görə də özünü zorla çox cazibədar göstərməyin mənası yoxdur. Daha yaxşısı özünü ciddi və etibarlı biri kimi təqdim et. Sözlərin və arqumentlərin qarşı tərəfdə təsir buraxacaq. Nəticə də daha dəyərli ola bilər. Pul axışı. Son günlər zəhmətinin qarşılığını tam almadığını hiss edirsən. Sənə borclu olanlar da öz işləri ilə başları qarışıq olduğu üçün bunu yaddan çıxara bilər. Sən də bunu xatırlatmağa çəkinmirsən. Amma cəsarətli ol. Mədəni şəkildə mövzunu aç və haqqını istə. İş həyatı. İşdə bir vəziyyət səni sıxır. Həm əsəbləşdirir, həm də stres yaradır. Amma problemi həll etmək üçün üzərinə getməlisən. Biraz qarışıq ortam sənin enerjini və çevikliyini azalda bilər. Asudə vaxtı. Bəzən ya özünü həddindən artıq yükləyirsən, ya da çox yeyirsən. Enerjini qorumasan, tez yorğunluq və ya çəki artımı ola bilər. Sənə balans lazımdır. Həm zövqlər olsun, həm də hərəkət və idman. Bu tarazlıq səni daha yaxşı hiss etdirəcək. Əqrəb bürcü. Razılığa gəlmək və qərarında möhkəm dayanmaq sənə asan olacaq. Özünlə fəxr edəcəksən. Sadəcə qalıbları sındırmaq istəyin səni tələsdirib ehtiyatsız edə bilər. Oynaqlarını qoru, diqqətli ol. Günün enerjisi. Bugün həm işdə, həm də evdə komanda ruhunu önə çıxarırsan. Birlikdə çalışma və dostlarla fəaliyyətlər ön plandadır. Zövqünü çıxar. Sevgi həyatı. Ulduzlar səni xəbərdar edir ki, bəziləri sənə doğru niyyətlə yaxınlaşmır. Buna görə sevgi həyatını hər kəslə paylaşmamağa qərar verirsən. Narahat olma, hər şey yaxşı olacaq. Münasibətdə olanlar üçün. Diqqət mərkəzində münasibətiniz var. Aranızda hər şey çox gözəl gedir. Heç bir narahatlıq yoxdur. Birlikdə çox yaxın və səmimi anlar yaşayırsınız. Sevdiyin insanla vaxt keçirmək sənə xüsusi zövq verir. Subaylar üçün. Bugün gözəl tanışlıqlar daha çox sənət mühitində ola bilər. Xarizman sayəsində bu görüşlər asanlıqla baş tutur. Sevgidən ötürü istəsən, dağları yerindən oynada bilərsən. Pul axışı. Ailə ilə bağlı ciddi bir xərc çıxa bilər. Əgər maddi çətinlik yaşayırsansa, yaxınların sənə kömək etməyə hazırdır. Bu dövrdə bankla danışıb şərtləri yeniləmək ya da gəlirli bir ortaqlıq tapmaq üçün yaxşı zamandır. İş həyatı. Müqavilə imzalaya bilərsən, bir əlaqəni möhkəmləndirə bilərsən ya da uzunmüddətli və faydalı bir razılaşma əldə edə bilərsən. Sadəcə başını biraz dincəltməyə çalış. İstirahət et. Meditasiya və ya yoga sənə hadisələrə daha geniş baxmağa kömək edə bilər. Asudə vaxtı. Yaradıcılığın və təsəvvürün zirvədədir. Sənətə bütün formaları ilə xüsusi maraq göstərirsən. Elə isə boş vaxtını dəyərləndir. Musiqi dərsinə yazıl ya da rəsm, heykəltaraşlıq kimi bir atelyeyə qatıl. Oxatan bürcü. Əminliyin sənə xeyir gətirir. Bunu ətrafına da bildirmək lazımdır. İrəliləmək üçün danışmalı və fikrini açıq deməlisən. Həyat tərzini yenidən gözdən keçirməlisən. Biraz da səy göstərməlisən. Sağlam qalmağın əsas yolu idmandır. Bunu düşün. Günün enerjisi. Stres sənə yaxınlaşır. Onun iradəni yeyib bitirməsinə imkan vermə.
Çünki şərait səni sarsıtsa, bəzi üstünlüklərini itirə bilərsən. Biraz kənardan baxa bilsən, hər şeyi daha aydın görərsən. Sənə qarşı olanları əvvəlcədən sezərsən və problemləri böyütmədən dəyərləndirə bilərsən. Sevgi həyatı. Həssaslığın bugün istəklərinə görə dəyişir. İndiki halın trendi elə budur. Əhvalın kəskin şəkildə o tərəf bu tərəfə getməyəcək. Özünə sadiq qalaraq gözlənilməz vəziyyətləri əvvəlcədən düşünürsən. Sevdiyin insanla bağını gücləndirmək üçün müxtəlif yollar tapacaqsan. Münasibətdə olanlar üçün. Cütlükdə dinləmək çox vacibdir. Görünür bunu son vaxtlar daha yaxşı anlayırsan. Partnyorunun ehtiyaclarını daha tez hiss edirsən. Bu da münasibəti gücləndirir. Bağlar möhkəmlənir və yenidən birlikdə planlar qura bilirsiniz. Subaylar üçün. Son həftələrdə biraz rahatlamısan. Yeni tanışlıqlara nə həvəsin olub, nə də vaxtın. İndi isə qərar verirsən ki, tempi artırmalısan və ruh əkizini tapmaq üçün hərəkətə keçirsən. Maliyyə həyatı. Bugün maliyyə həyatında ortaya çıxan vacib hüquqi yeniliklərə asanlıqla uyğunlaşacaqsan. Dəyişikliklər mümkün olduqca sən daha cəsarətli və həvəsli olacaqsan. İnsanları inandırmaq da sənə rahat gələcək. Bu, yaxşı xəbərdir. İş həyatı. Sədaqətini və motivasiyanı göstərsən, sənə irəli çəkilmə ilə bağlı təklif gələ bilər. Əvəzində səyahət imkanları və ya gəlirli bir müqavilə də gündəmə çıxacaq. O vaxta qədər motivasiyanı itirmə, özünə inan, şansın çox yüksəkdir. Asudə vaxtı. Səma sanki enerjini artırır və özünü çox güclü hiss edəcəksən. Bu gərgin dövrü zərərsiz keçirmək istəyirsənsə, dərhal rahatladan bir məşğuliyyətə başla. Yoga və ya meditasiya sənə çox yaxşı təsir edər. Oğlaq bürcü. Yaxşı xəbərlər yaxınlaşır. Bugünün ab-havası özünə inamını artırır. Günün nisbətən sakit keçməsindən istifadə et və qidalanmandan qaynaqlanan bəzi çatışmazlıqları həqiqətən düşün. Günün enerjisi. Yaxşı əhvalını və rahat həyat tərzini ətrafına yaymağa hazırsan. Bu çox sevindiricidir. Münasibətlərdə məmnunluq, emosional rahatlıq, ailədə razılıq və harmoniya gündəmdədir. Daha nə istəyəsən? Sevgi həyatı. Güclü sevgilər və dolu bir gündəlik. Sıxılmağa vaxtın yoxdur. Hətta daha çox səy göstərirsən. Günü iştahla yaşa. Yeni hisslər kəşf etməkdən çəkinmə. Gözəl bir yolçuluqdur. Pul axışı. Tərəddüdlərin sənə xoş sürprizlər gətirir. Şans elə gətirir ki, doğru zamanda, doğru yerdə olursan və gəlirli fürsətlərdən yararlana bilirsən. Diplomatik davranışın da tərəfdaşların yanında imijini uzun müddət yaxşı saxlamağa kömək olacaq. İş həyatı. Ünsiyyət və insanlarla işləmək xüsusi bacarıq tələb edir. Bugün həmin sahələrdə daha rahat olacaqsan və artan çevikliyin sənə güc verəcək. Asudə vaxtı. Bədəninin dözümlülüyü yaxşı olacaq. Üstəlik, indi faydalı mikroelementlər qəbul etməyi düşünmüsən. Buna görə də enerjin daim yüksəkdir. İstər şəhərdə gəzinti olsun, istərsə təbiətdə qaçış, sən hər halda aktiv qalacaqsan. Dolça bürcü. Keçmişdə etdiyin bir səhv üzərində düşünmək üçün fürsət yaranacaq. Dostluqlarla bağlı yaxşı xəbərlər yaxınlaşır. Amma uzun müddət eyni tempdə getmək sənə çətin gəlir. Ən əsası, sakitcə dincəl və enerjini bərpa et. Günün enerjisi. Artıq əsaslara qayıtmağın vaxtıdır və anlaşılmazlıqları aradan qaldırmaq lazımdır. Hər şeyi söhbətlə, dinləməklə və xoş əhval-ruhiyyə ilə yoluna qoymaq olar. Qısası, sən də öz payını ver. Fikrini açıq de. Diplomatik və anlayışlı olsan, istədiyin nəticəni əldə edəcəksən. Sevgi həyatı. Bugün hər birinizi daxili sakitçiliyə qayıtmağa çağırır. İstər ruh əkizini axtarırsan, istərsə artıq tapmısan, indiki xoş niyyət enerjisindən istifadə et. Bağlarını daha da möhkəmləndir.
və ya gələcək münasibətlər üçün zəmin yarat. Münasibətdə olanlar üçün. Bu gün o zaman uğurlu olacaq ki, haqlı çıxmaq istəyini kənara qoyub diplomatiyanı seçəsən. Barış və harmoniya enerjisi səni egonu susturmağa çağırır. Böyük yaxşılıq üçün bunu etmək dəyər. Ailə içi sakitçilik zəhmətlə qazanılır. Subaylar üçün. Daxilində tarazlıq axtarmaq üçün yaxşı gündür. Həssaslığın bu ehtiyacı daha çox hiss edir. Məmnunedici bir tanışlıq üçün emosional asılılığı olmadan sevgi verməyə hazır olmalısan. Bu, həqiqi münasibət üçün əsas şərtdir. Pul axışı. İdarəetmədə ən yaxşı nəticəni verməyə çalışırsan. Vacib detalların üstündə dayanırsan. Özünü daha qəti şəkildə göstərirsən ki, işlər daha ciddi və düzgün istiqamətdə getsin. Qarşıdakı layihələrin üçün doğru xətti tutursan. Bu davranışın yaxınların tərəfindən bəyənilir. İş həyatı. Danışıq və ya razılaşma əldə olunur ya da sənəd müqavilə imzalayırsan əgər əvvəldən etməmisənsə. Qarşına çıxan fürsətləri əldən vermə. Çox diqqətli ol və hər detalı yoxla. Asudə vaxtı. Bugün daha yumşaq davranırsan. Diqqətlisən və münasibətlərini yaxşılaşdırmaq üçün fürsətlərdən istifadə edirsən. Amma gün ərzində ailə ilə bağlı bir məsələ ortaya çıxa bilər və səni biraz yora bilər. Balıq bürcü. Yeni insanlar və yeni məşğuliyyətlər son vaxtlar həyatında yaranan boşluğu doldurmağa gəlir. Bugün başlanan hər şey üçün müsbətdir. Xüsusən ailə, ev və sənin şəxsi dünyanla bağlı mövzularda. Günün enerjisi. Hiss etdiyin sakitlik və məsafə səni ətrafda olan gərginlikdən qoruyur. Zen kimi rahat yanaşman çox faydalı olacaq. Səhv etmədən irəliləyəcəksən. Üstəlik, müxtəlif ünsiyyətlərində harmoniya yaratmağı da bacaracaqsan. Sevgi həyatı. Sevgi zirvədədir. Romantik planlar qurmaq istəyirsənsə, artıq gözləmə. İndi tam vaxtıdır. Ab-hava uyğundur, münasibətlər yaxşı gedir, ünsiyyət də rahatdır. Ürəyin istədiyi kimi addım ata bilərsən. Münasibətdə olanlar üçün. Bugün cütlükdə faydalı və konstruktiv söhbətlər olur. Yaşanan xırda narazılıqlar artıq geridə qalır. Sevgi hekayəniz yaxşı gedir və bir-birinizə qarşı daha açıq və qayğıkeş davranırsınız. Subaylar üçün. Ağlın da, ürəyin də açıqdır. Maraqlı bir tanışlıq üçün ideal gündür. Subaylar həm ruh əkizini tapa bilər, həm də gələcəkdə ən yaxın dost olacaq birini ya da mükəmməl həmkarı tanıya bilər. Maliyyə axışı. Lazımsız gördüyün xərclərdən azaltmaqdan çəkinmə. Sən pozitiv şəkildə əsas olana fokuslanırsan. Maliyyəni nəzarətə götürməyə və büdcəni yenidən tarazlamağa qərarlısan. Bu, sənin adına böyük artıdır. İş həyatı. Gün xoş keçir və danışıqları, müqavilə imzalarını dəstəkləyir. Ulduzların təsiri sanki işini asanlaşdırır. Dəyərini göstərməkdən çəkinmə. Haqq etdiyini tələb et. Böyük ehtimalla istəklərin qəbul olunacaq. Asudə vaxtı. Hadisələrə daha pozitiv baxırsan və gördüyün işlərin nəticəsini qiymətləndirirsən. Bəzən reallıqla arana xırda illüziyalar girə bilər. Amma bugün yaydığın müsbət enerji sənə rəngli və faydalı bir aura qazandırır.